Eradan əvvəl 3-cü əsrin ikinci yarısı Atropatena dövləti, 3-cü əsrin ikinci yarısı Albaniya dövləti. Baxaq. Roma imperiyası ilə dostluq münasibətlərinin saxlanılması ifadəni birbaşa çıxdıq imperiya dövrü deyil Romada. Selevki dövlətlərinin asılı vəziyyətə düşməsi, bəli 223-cü ildə eradan əvvəl Selevkilərdən asılığa düşüblər, yəni 3-cü əsrin ikinci yarısı doğrudur. Baraks üsyanının yatırılması, Baraks üsyanı baş verən zaman Atropatena dövləti mövcud deyildir. Buna görə də C variantında düzgün götürmədik. Albaniya dövlətinə baxaq. Yerli hökmdarlara aid pulların kəsilməsi məlumdur ki, eradan əvvəl 3-cü əsrin birinci yarısına etibarən Albaniyada yerli hökmdar adına pullar kəsilib və bu doğru cavabdır. Roma imperatoru yenə də 3-cü əsrin ikinci yarısı imperiya sözünü görə arxasını heç oxumağa dəymir, götürmürük. Feodal münasibətlərin yaranmağa başlanması, Azərbaycanda feodalizmin meydana gəlməsi 3-cü əsrdən etibarən başladığına görə, lakin sualda eradan əvvəl 3-cü əsr soruşduğuna görə C variantı düzgün deyil. Beləliklə 1-ə B, 2-yə isə A variantı. C variantı düzgündür.